yer yox ikən, göy yox ikən, ta əzəldən var idim. Gövhərin tək tanəsindən iləri pərgar idim. Gövhəri ab eylədim, tutdu cahanı sərbəsər. Yeri göyü, ərşi gürşü yaradan səttar idim. Bax, bu bizim sufi babalarımızın kainata baxışı idi. Və bu baxış bizim ritualların əsasında dayanır. Onların baxışına görə yer kürəsi buzla örtülmüşdü. Buz da tərkibsə sudur, bilirsiniz. Yerin nüvəsi qızdıqca tədricən o buzlar əridi, maye şəklinə düşdü və canlı aləm o sudan başladı. Və bunu bugünkü elm də belə düşünür ki, həyat sudan başlayıbdır. O vaxt belə məktəblər yox idi, yəni bina tikilmirdi, dərs keçirilmirdi. Bəs elm necə yayılırdı? Sufilər elmini bax belə ocaqbaşı söhbətlərdə danışırdılar, şifahi şəkildə yayırdılar və onların kitabı isə fəlsəfi simvollar idi. O fəlsəfi simvolları necə oxumağı öyrədirdilər və o da yadda qalırdı artıq. Ehtiyac qalmırdı yazıya. İndi ardıcıllığa baxırıq. Su, od, hava və torpaq. Xətainin şeirini oxuyanda da bunu görürük. Gövhəri ab eylədim, tutdu cahanı sərbəsər, yəni su bastı hər yanı, torpaq yox idi. Sonra dəryanın altındakı sac qızdıran ənnar idim deyir. Yəni dəryalarda vulkan püskürdü, od çıxdı, ardınca hava çıxdı. Nəhayətdə də o vulkan kraterləri torpaq şəklində meydana gəldi. Bu baxış indiki elmli insanlar üçün başa düşüləndir. Məsələn, Yupiterin Avropa deyilən peyki var. Buzla örtülübdür, %100 buzla örtülüb. Amma buzlar çatlayır, çatılar əmələ gəlir və bu da belə bir ehtimal yaradır ki, onun altında maye su var. Əgər maye su varsa, deməkdir ki, orada həyat var, su canlıları yaşayır. Bu qənaət alimlərin gəldiyi qənaətdir. Bu tək Yupiterin Avropa peykində deyil, Saturnun Ensalat peykində də özünü göstərir. Titan peyki də bir ayrı mərhələdədir. Və belə baxanda o peykilər ki var, yerin keçdiyi inkişaf prosesini onlar da keçirlər, müxtəlif mərhələləri özündə əks etdirirlər. Biz o peyklərə baxanda yerin hansı mərhələlərdən keçib bugünə gəlib çatdığını görə bilirik. Və heç kim iddia eləməsin ki, birinci çərşənbə su çərşənbəsi deyil. Birinci çərşənbə su çərşənbəsidir, sonra oddur, sonra hava və nəhayətdə torpaqdır. Və bu dərin bir elmə söykənir və kainatın ən düzgün modelini bizim sufi babalarımız verib. Düzdür, çoxları iddia eləyir ki, Azərbaycanda məktəb olmuyor filan fəsməkan. Məktəb olub, amma məktəbi kim nə cür təsəvvür eləyir? Bir sinif otağında dərs keçmək, müəllim çağırmaq, bu belə deyildi bizdə təbii. Müridlər var idi, mürşidlər var idi, hələ onlardan öncə yazmanlar, yozanlar, sonrası ozana çevrildi o ad. Onlar yayırdılar, ocaqbaşı söhbətlərdə, qapalı məkanlarda yığışardılar, uruq-duruq söhbətləri başlayardı. Və bu məktəb idi, şifahi məktəb idi, kitab dəftərləri də bizim fəlsəfi simvollarımız idi. Çərşənbə gününüz mübarək olsun, sağ olun, sağlıqla qalın.